Bugünkü söhbətim istəyirəm tarixdə qalsın. Neçə dənə söhbət istəyərəm ki, məndən yadigar qalsın. Biri də bu 3-cü gecədəki bugünkü söhbətimdir ki, Allah el eləsin ki, əlimdən tutsun bu mənim. O qədər mühüm hesab edirəm bunu. Bugünkü, bu məhz bugünkü söhbət. مَا ərsəlnə min rəsulin illa liyuta'a biiznillah. Biz peyğəmbərləri ona görə, ancaq ona görə göndərdik ki, onlara Allahın izni ilə itaət edilsin. Onlara itaət edilsin, onlara. Düyün buradadır. Bütün xəstəliklər burada çıxır ortaya. Elə ki, peyğəmbər gəlir bir söz deyir, gəlirlər soruşurlar, bu Allahın sözüdür, belə deyirlər. Ya Resulallah, Allahın sözüdür, ya sənin sözündür. Ay biçarə, nə fərqi var kimin sözüdür? Mə yantiqu anil hava. Nə dərdin var, nə xəstəliyin var. Bunun sözü Allah sözüdür, bu peyğəmbərdir. Yox, biz Allaha, ancaq Allaha. Şirkdir, qalan şeylər şirkdir. Qəlbinin mərəzin bu cür ifadə eləyir. Zahirən tohid olan, batinində şirk olan sözlərlə. Peyğəmbər gəlməyib, biz ancaq onun dediklərinə əməl eləyək. Peyğəmbər gəlib ki, biz onun özünə kömək eləyək. Onun başına toplaşaq. Onsuz din yoxdur. Tək burada yox, başqa ayələrdə də var, vaxtunuzu almaq istəmirəm bugün. Dini düz tanıtdırsaq əgər, bugün dinə gələn yeni yetmə cavan deyər ki, bəs yaxşı, kimə kömək eləyim? Dinin sahibi bugün kimdir? Din bu cür tanıtdırılsa ki, din yəni Allah vəlisinə yardım, Quran əsasında. Belə başa salsaq, bir adam bugün dinə gələndə o saat soruşar ki, yaxşı, bu zamanda kimə yardım eləməliyəm? Allah vəlisi kimdir? Mən matə və ləm ya'rif imamə zəmaneh, matə mitətən cahiliyyə. Kim öz zamanəsinin imamını tanımayıb ölsə, cahiliyyət dövründə öldüyü kimidir. Yəni, onun dini yoxdur. Bax, imam bu qədər önəmlidir. Onun dini yoxdur. Özdə bütün məzhəblər bu hədisi qəbul edir. Kim ölsə, zamanəsinin imamını tanımadan ölsə, mən sual verirəm, 1 milyard 200 milyondan artıq müsəlmana kimdir zamanəmizin imamı? Peyğəmbər buyurub da bunun, bu sözü, bu hədisi. Dini düz tanıtdırmaq lazımdır. Dini düz tanıtdırmaq lazımdır. Bəzi elə bilir ki, bəzi adamlar elə bilir ki, din təbliği budur. Yəni, dini hökmləri bir cəmaata çatdırasan. Budur. Bu deyil. Dini təbliğ eləmək budur ki, deyəsən, hansı əsasdır, hansı kökdür, hansı budaqdır. Budur, çətinliyi bundadır. Din təbliği ancaq bu deyil, düz söz deyəsən. Din təbliği budur ki, dini sistemli tanıtdırasan ki, dinin əsası nədir, budağı nədir, təfərrüatı nədir, bu çətindir. Dini bu cür çatdırmaq çətindir. Din hardan başlayır? Dinin mehvəri Allah vəlisinə kömək eləməkdir. Biz də o imtihandayıq bugün, biz də hamımız burada oturanlar. Bizdən də soruşulacaq. Qiyamət günü bizdən soruşulacaq ki, namaz qıldığından əvvəl soruşulacaq ki, öz zamanının imamına kömək etdin, yoxsa yox? Bu sualdır, əsas sualdır. Qiyamətin birinci əsas sualı budur. Yəni, hər addım atanda onu nəzərə alın, xahiş edirəm sabahdan. Birinə sədəqə verəndə ehtiyaclı adama. Deyilən ki, İmam Zaman eşqinə verirəm, Allah rıza. O saat deyirlər, İmam Zaman eşqinə, izləyirlər bizim söhbətləri, o bəziləri. Qarış. Sözü kəsir çıxardı, gördünüz, iş Allah üçün olmalıdır, bu dedi Hüseyin üçün olmalıdır, bu nədir filan dedi. Nə deyəsən belə insana? Bu işi sən Allah üçün görürsən, sədəqəni verirsən, amma baxır nəyə nəzərdə tutmuşsan. Bir insanı bir var fəqirlikdən qurtarmaq, bir də var zamanənin sahibinin gəlişi üçün. Onu düşünəsən ki, bax mən buna kömək edirəm, bir gün sən gələsən bir dənə də fəqir qalmasın. Bu yaxşı düşüncədir də. Mən fəqirliyin əleyhinəyəm. Bunu verməklə mən fəqirliyə qarşı olduğumu bildirirəm. Təkcə bir fəqirdən söhbət getmir. Mənim düşüncəm bax belə əhatəlidir. Mən qlobal düşünürəm. Hər bir addım atanda onu düşünəsən. Təbliğ eləyəndə, dərs oxuyanda deyəsən ki, mən onun üçün çalışıram. O gəlsin, ona kömək eləmək istəyirəm. Elm oxuyuram, elmimlə ona xidmət eləyim. Təbliğ eləyirəm, insanlar dinə gəlsin, mühit saflaşsın, onun gəlişinə zəmin olsun. Məddah da bu niyyətə roz oxumalıdır, vaiz də bu niyyətə danışmalıdır, sinə vuran da bu niyyətə sinə vurmalıdır. Yəni, ona yardım eləyirəm qurbətənləllah. Yenə də qurbətənləllah var, bəziləri narahat olmasın. Bu qurbətənləllah qalıb yerində.
Qurbətən lillah nə eləyirəm də baxır, nə eləyirəm. Ziyarətdə oxuyuruq. Və nusrəti ləkum muəddə. Yəni, mən hazıram sizə kömək eləməyə. Ziyarətlərdə. Ərbəyin ziyarətində var bu. Ərbəyin. Ərbəyin ziyarəti özü imama yardım deməkdir. Ərbəyin ziyarətinin mənası budur. Mən bir daha deyirəm, neçə məclisdə demişəm, niyə görə bizə deyiblər Kərbəlanı boş qoymayın, gedin, gəlin, gedin, gəlin, gedin, gəlin, qoymayın ki, imamı çıxartsınlar dindən. Biz barışmayacaq. Biz barışmayacaq. İmam qətligaha aparılmaz. Bu cinayət bir dəfə baş verib. İmam tikə-tikə doğranmaz. Bunu bizə unuttura bilməzsiniz. İmam tikə-tikə doğranmaz. O vaxta qədər deyəcək ki, ta imam gəlsin ona özünə layiq olan yerdə otursun. O vaxtacan biz dayanmayacaq. Biz barışmırıq. Biz oldu keçsi deyil bu. İmam tikə-tikə doğranmaz. İmama qarşı hörmətsizlik olmaz. Bəşərə qarşı ən böyük cinayətdir. Bugün biraz çox danışacağım. Ehsan da var. Bilmirəm necə eləyim ki, yığcam olsun, amma icazə istəyirəm sizdən. Bir qədər bəlkə də həmişəkindən bir 5 dəqiqə, 10 dəqiqə artıq danışım. Hər dəfə danışanda deyirəm, bəlkə ömür olmadı bu sözləri çatdıraq. Ona görə biraz ola bilər. Vilayətin mənası, ümumiyyətlə vilayətin mənası, məhəbbət və köməkdir. Əlinin vilayəti, yəni əlini sevmək və ona kömək eləmək. Çünki sevgi olmasa kömək olmaz. Kömək Allah vəlisinə sevginin məhsuludur, sevginin nəticəsidir. İnsan birini gərək şiddətli sevsin ki, ona yardıma canla, başdan hazır olsun. Odur ki, məhəbbət mövzusu da gəlir gündəmə. Hərdən bəziləri fikirləşir ki, biz deyirik məhəbbətdə sevgi, imamı sevmək filan. Bu niyə bəzilərini qıcıqlandırır okeanın o tayında? Niyə? Bax, sevgidir də sevginin dalıyca sevdiyi və kömək eləmək gəlir. Sevgi gəlir buna çıxardır ki, sevginin dalıyca sevdiyi və yardım eləmək gəlir. Sevgidiyinin yolunda fədakarlıq etmək gəlir. Ona görə bu sevgini qamçılamaq üçün təriqətlər yaradır, məzhəblər yaradır, maliyyələşdirir ki, sevgi ilə Allah vəlisinə sevgini vur, hədəfə al, o qalmasın, qalan nə olur olsun, qorxul deyil. Bir dənə hədisdir ki, mənə çox qəribə gəldi bu hədis. Peyğəmbər buyurur ki, məndən sonra bəziləri əli ilə düşmənçilik eləyəcək və əliyə nifrət edəcək. Biri deyir ki, elə bir şey ola bilər ki, insanlar əli ilə düşmənçilik eləsin, əliyə nifrət eləsin, belə bir şey mümkündürmü? Görün nə cavab verir. Görün nə cavab verir. Buyurur ki, əl-qu'ud an nusratihi buğzun. Ona köməyi əsirgəmək özü düşmənçilikdir. Köməyi əsirgəmək bəsdir. Vacib deyil qılınc götürüb vuruşasan. O çağıra getməyəsən, bu nifrətdir. Daxilində sənin gizli kim var ona? Köməkləməmək o kinin təzahürüdür. Gizli nifrət var. Ona görə bizim dinimiz bu qədər sevgiyə təkid edir. Qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. De, dəvətimin müqabilində bir şey istəyirəm ki, mənim əhl-i beytimi sevəsiz. Bu qədər sevgiyə təkid edilir. Niyə? Çünki sevgi gərək o həddə olsun ki, gedib Allah vəlisinə kömək eləyəsən. Kömək bu sevgidən doğur. Dost da bunu bilir, düşmən də bunu bilir. Sevgi o həddə olur ki, avtomatik sən sevdiyi və kömək eləyirsən. Köməksiz qoyursansa, bu onu göstərir ki, sənin ürəyində kim var ona qarşı, amma özündən də gizlidir. Sən deyə bilərsən, yox, bəlkə mənim ürəyimdə qorxu var. Qorxu qoymur gedim ona tərəf. Elə qorxu da kin yaradır. Sən qorxursan, təhlükə görürsən, imama kömək eləməkdə. Ona görə imamın özünə qarşı da acıqlı olursan ki, mənim əmniyyətimi əlimdən alır. O da bir növ kindir elə. Bir adam səni qorxduğun şey başına gəlirsə onun vasitəsilə, ona qarşı qəzəb yaranır sənin içində.